Bugün Azərbaycan Anesteziya və Reanimatologların Cəmiyyətinin 3-cü Milli Kongresidir. Bu bizim ənənəvi kongreslərimizdə hər ilin axırında bir milli kongres keçirilir. Bu ildə onun 3-cüsüdür və xaricdən bir çox qonaqlarımız var. Əslində dünyaca məşhur anesteziolog reanimatologlardır. İtaliyadan, Albaniyadan, sonra İsraildən, Rusiya, Türkiyə, Orta Asiyadan, qardaş ölkələrdən də gəliblər. Gözəl keçir, iştirakçı sayımız çoxdur, yer tapılmır. Burada daha çox biz yeniliklərin, anesteziya və reanimatologiyadakı yeniliklərin və süni intellektin bizim sahə olan inteqrasiyasından danışırıq. Bizim burada ağrı ilə əlaqədar da bir panelimiz var və bunun xaricində tibb bacıları ilə əlaqədar bir panelimiz var. Tibb bacıları da mümkün olduqca təhsil vermək, praktikalarını artırmaq istəyirik və bir panelimizdə gənc rezidentlər üçün bir panel ayırmışıq ki, onlar da özləri yavaş-yavaş bu işə başlasınlar, inteqrasiya olsunlar. Dünən və ondan əvvəlki gün 2 gün kurslarımız olmuşdur. ECMO, CRC dediyimiz, bir də ultrason kursları. Bunlar da bizim artıq gündəlik işimizdə istifadə edədiyimiz üsullardır, yeni metodlardır. İnşallah hamıya xeyirli və səmərəli olar. Təşəkkür ederim. Ən böyük bizim üçün vacib olan tərəfi odur ki, anesteziologiya, reanimatologiyanın biraz əhəmiyyətini insanlar çox yaxşı anlamır. Bu Covid-19'da biraz sahəmizin əhəmiyyəti biraz ictimailəşdi. İnsanlar artıq bu sahənin nə qədər əhəmiyyətli olduğunu anladılar. Bunun xaricində xəstəxananın güvənlik bölgəsidir. Yəni xəstələr ağırlaşanda bu həkimlər baxır. Xəstələr əməliyyat olmağı üçün bu həkimlər onların həyati göstəricilərini təqib eləyir. Yəni bu bizim ən vacib şeylərimiz. Həm cavan həkimlərin ixtisaslaşmağında təcrübələrində artmağı, həm də ki, ictimaiyyətə əhəmiyyətini bildirməyə. Bugün noyabr ayının 29'unda bizim Azərbaycan Respublikası Anesteziolog və Reanimatologlar Cəmiyyətinin 3-cü növbəti kongresidir. Belə kongreslərin keçirilməsi ümumən beynəlxalq münasibətlərdə təkcə elmi yox, həm bunun siyasi, həm bunun insanlar arasında münasibətlərin yaxşılaşdırılması, insanların dostlaşması baxımından çox önəmlidir. Noyabr ayının seçilməsi də bizim üçün çox önəmlidir. Çünki noyabr ayının 8-i bizdə Zəfər bayramıdır, Zəfər günüdür. Ona görə də biz anesteziolog, reanimatologlar çalışdıq ki, noyabr ayında bu qeyd olunsun və müəyyən nüansları da nəzərə alaraq noyabrın 29-u 30-una bu təsadüf elədi. Amma qəlbimizdə, ürəyimizdə bizim suverenliyimizin bərpası noyabr ayının 8-i olduğu üçün bu ay bizim üçün çox əzizdir. Belə kongreslərin keçirilməsi əlbəttə mühüm əhəmiyyət daşıyır. Burada insanlar, ölkələr arasında dostluq və bu dostluqda biz həkimlər olaraq həm elmi, həm praktik, həm də belə deyək, biraz siyasi mənada da yaxşı bir hal kimi dəyərləndirilməlidir. Anesteziologiya, reanimasiya digər sahələrdə olduğu kimi burada da avadanlıq, yəni texnikanın inkişafı çox mühüm əhəmiyyət kəsb eləyir. Hazırda bir çox sahələrdə süni intellekt məsələsi ortaya qoyulur və olan məruzələrdən biri də süni intellektin anesteziologiya, reanimasiyada tətbiqi. Bu əlbəttə çox önəmli bir sahədir. Anesteziologiya, reanimasiyanın və ümumiyyətlə elmin gələcəyi üçün çox önəmlidir. Amma bu süni intellekt məsələsində bizdə burada bir məruzə də oldu. Mən bir məqamı qeyd eləmək istəyirəm. Tibb sahəsində süni intellekt burada insan faktorunun, psixoloji faktor unudulmamalıdır. Çünki xəstə əgər şuurdadırsa, bilavasitə həkimlə onun kontaktı və həkimdən aldığı sözlər, mənəvi kontakt, insani kontakt mühüm əhəmiyyət daşıyır. Ona görə də süni intellekt məsələsində anesteziologiya, reanimasiyada əgər xəstə şuurdadırsa, o insanla kontaktda ola bilirsə, bu əvəzsiz bir situasiyadır, vəziyyətdir. Şuurda olmayan xəstə üçün bəli, süni intellekt çoxlu avadanlıqlarla
parametrlərin əldə olunması və o parametrlərə əsasən xəstənin aparılması, diaqnostikası, müalicəsi mühüm əhəmiyyət kəsb edir. Və anesteziologiyada mən ümidvaram ki, daha da avadanlıqların tətbiqi, yeni avadanlıqların, sübi tənəffüs aparatlarının, ekstrakorporal membran oksigenasiya aparatının, ürəyin ritmi aparatlarının idarə olunması çox mühümdür. Hətta mən belə bir fikir söyləyə bilərəm ki, bilirsiniz, hazırda ürək köçürülməsi əməliyyatları çox aktualdır və geniş yayılır. Lakin mən ümidvaram ki, gələcəkdə süni ürək yaradılması kiçik həcmdə, elə ürək həcmdə yaradılması yəqin ki, bu mühəndislərin planında var və anesteziologiyanın, reanimasiyanın, cərrahiyyənin gələcəyini məhz necə süni böyrək kiçik bir həzmdə olan böyrək implantasiya olunur, elə bir həzmdə olan da süni ürəyin olması gələcək anesteziologiyanın, reanimasiyanın, kardiocərrahiyyənin bir gələcəyi kimi mən düşünürəm. Bugün anesteziolog, reanimatologların həqiqətən bayram adlandırmaq olar. 3-cü beynəlxalq anestezioloji, reanimatoloji bir kongres keçirilir. Kongresə uzun müddətdə hazırlaşır anesteziologiya, reanimatologiya cəmiyyəti və bugün biz konferansdan böyük gözləntilərimiz var. Təbii konferansda geniş məruzələr, praktik təcrübədə istifadə olunacaq, hansı ki bizim gündəlik praktik həyatdan rast gəlinən mövzulardır. Süni ventilyasiyadır, süni intellektin deməli reanimasiya tətbiqidir. Eyni zamanda septik vəziyyətlərdə antibiotik terapiyanın tətbiqi, təbii ki bu da klinik bir təcrübədir. Klinikada bizim həkimlərimiz geniş istifadə edir və gözləntilərimiz bugünkü konferansdan çoxdur. Bir daha konferansımıza uğurlar arzu edirəm. Təşkilat heyətinə, konferansın rəhbərliyinə, eyni zamanda anestezioloji reanimatologiya cəmiyyətinin sədrinə, Vüqar bəyə, eyni zamanda idarə heyətinə mən öz təşəkkürümü bildirirəm ki, belə bir konferans təşkil ediblər. Bir daha konferansımıza uğurlar arzu edirik. Gözləntilərimiz çoxdur. Sizə də təşəkkür edirik. Bildiyiniz kimi anesteziologların, reanimatologların 3-cü Milli Kongresi yəni bu gün başladı və çox böyük müvəffəqiyyətlə davam edəcək. Bütün dünyadan, fərqli ölkələrdən iştirakçılar vardır. Çox maraqlı bir proqramla işə başladıq və sevindirici haldır ki, artıq hər il iştirakçıların, anesteziolog, reanimatologların həm ölkəmizdən, həm də xarici ölkələrdən bizim cəmiyyətin konqresinə qatqısı hər il getdikcə artır və arzu edirik ki, növbəti illərdə bizim fəaliyyətimiz daha da artsın, bizim anesteziolog, reanimatologlara töhfələrimiz daha da güclənsin, daha da artsın və bunun üçün biz əlimizdən gələn hər şeyi edirik və edəcəyik. Təşəkkür edirəm. Bugünlər Azərbaycan Reanimatologlar və Anesteziologlar Cəmiyyətinin növbəti konferansı keçirilir, milli konferansı keçirilir. Əslində adı milli olsa da konferans beynəlxalq bir konferansdır. Çünki çox saylı ölkələrdən iştirakçılar var, tanınmış elm adamları bu sahədə dəvət olunubdur, Azərbaycana təşrif buyurublar və olduqca progressiv, olduqca yenilikçi bir proqramla zəngindir bugünkü deməli konferans. Konferans 2 gün davam edəcək. Əslində bu cürə konferanslar həm elmi fikir bölüşmələri, həm yeni ünsiyyət əməkdaşlıqların qurulması baxımından olduqca əhəmiyyətlidir. Və eyni zamanda bir ağrı mütəxəssisi olaraq bizim üçün də konferansın bir əlavə bir əhəmiyyəti var. Çünki konferansda ayrıca bir ağrı paneli mövcuddur və biz burada deməli həm də ölkədə olan ağrı mütəxəssisləri ilə birlikdə də müəyyən problemləri müzakirə eləmək imkanı əldə edəcəyik. Ümumiyyətlə, bu kimi konferansların davamlı olması olduqca lazımlıdır və anesteziologiya, reanimatologiya sahəsi tibbin, ağrı sahəsi o cümlədən tibbin elə bir sahəsidir ki, insanlara bilavasitə həyati dəstəyin verilməsi bu sahələrdən keçir və bu sahədə olan insanların davamlı olaraq, mütəmadi olaraq elmi tədbirləri bölüşməsi olduqca təqdirə layiqdir. Həm ölkəmiz üçün, insanlıq üçün olduqca vacibdir.
Və konferansın həm də əhəmiyyətli tərəfi ondan ibarətdir ki, bu konferans çərçivəsində bir neçə pre-kurslar təşkil olunubdur və bu kurslar artıq dünən sırağa gün müxtəlif klinikalarında ölkəmizin keçirildi və bu kurslarda çox yeni məlumatlar, çox yeni istiqamətlər bizim həkimlərlə bölüşüldü. Kurslarda həm yerli, həm digər ölkələrdən, qardaş Türkiyədən gələn mütəxəssislər iştirak elədi. Uğurlu kurslar oldu. Mən həm bu kursların təşkili üçün, həm belə gözəl, qürur verici bir konferansın təşkilatçılığı üçün Azraçın rəhbərliyinə, o cümlədən bu kurslarda bizə dəstək olan klinikaların rəhbərliyinə, ümumiyyətlə bu işə dəstək olan bütün insanlara təşəkkürlərimi bildirirəm.